bir-birinə xidmət etsinlər. Bu hədiyyədən fərqlidir. Bəli. Xidmət, əzizim, necə? Misal üçün, yenə də Azərbaycan reallığından danışıram. Bizdə qəbul olunub ki, xanım süfrə hazırlayır Azərbaycan reallığında. İndi mən demirəm bu düzdür, səhvdir. İndi bu xanımlar da sevə-sevə bunu eləyirlər də, həyat yoldaşlarına xidmət eləyirlər. Bu xanımın vəzifəsidir. Misal üçün deyirəm, belə qəbul edək. Çünki nə dində, nə hüquqda bu xanımın vəzifəsi deyil. Amma Azərbaycan mentalitetində bu qəbul olunub, xanım da bundan məmnundur. Demirəm da kişi də gəlsin, zorakılıq eləsin ki, niyə görə süfrə hazırlamamısan? Əzizim, o hazırlayır, lütf eləyir də, sən də bir təşəkkür elə. İndi bunun əksidir. Kişi süfrə hazırlayır. Xidmət elə, nə olar? Dur, sən çay hazırla, heç nə olmaz. Xidmət, mənə elə gəlir ki, xidmət hədiyyədən daha asandır etmək, daha asandır. Nə bilim, bir dəfə də qabı sən yox, heç nə olmaz. Bəli, bu Azərbaycan kişisinə yaraşmır. Ben bunu danışanda deyirlər ki, sən ailələrə problem yaradırsan. Yox, xanım yorğundur, xanım da işləyir, kişi də işləyir. Mümkündür, bu göy yarılıb yerə gəlməz vallah, inanın. Bu gözəllik yaradar, xidmətdir də, qarşılıqlı xidmət. Xanım da görür ki, həyat yoldaşım mənə qarşı fədakarlıq edir. Bu xidmətin 1 milyon dənə növü var. 1 milyon dənə. Kiçikdən böyüyə qədər.